Bugün Güvən test bankında olan suallara baxacağıq. Təzyiq mövzumuz təzyiqdir. Test A variantından başlayaq izahlarımıza. Deməli, birinci sualda bizə Newton bölünsün Pascal ifadəsini verib. Baxaq görək bu hansı fiziki keymiyyətə uyğundur. Deməli, yazaq. Pascal bilirik ki, təzyiqin, Newton da bilirik ki, qüvvənin vahidi. Ona görə biz təzyiqin düsturunu yazıb F bölünsün S ifadəsindən biz buradan S-i tapsaq bizə verəcək F bölünsün P ifadəsini. Biz buradan da görürük ki, Newton bölünsün Pascal ifadəsini aldıq. Deməli, nəymiş? Bizim fiziki keymiyyət sahə imiş. Yəni, B variantıymış. Daha sonra 2-yə baxaq. 2-də də bizə təzyiqin vahidinə uyğun deyir. Hansı ifadədir? Yenə biz bilirik ki, dedik axı, təzyiqin düsturunu yazırıq. P bərabər F bölünsün S və buradan Newton bölünsün metr kvadratı bizə təzyiqin ifadəsini verir. O da 1 Pascala bərabərdir. İndi burada Pascal istəmir. Newton bölünsün metr kvadratı. Yəni, bizim variantımız D olacaq. Daha sonra 3-ə baxaq. 3-də nə deyir bizə? 3-də deyir, təzyiqi ölçmək üçün hansı istifadə olunan cihaz hansıdır? Yəni, biz də təzyiqi ölçmək üçün bilirik ki, manometrdən istifadə edirik. Daha sonra hansı cihazlardan istifadə edərək atmosfer təzyiqini ölçmək olar? Təbii ki, tərəzidən yox, menzurkadan yox, barometrdən olacaq cavabımız. Yalnız 2D variantı. Daha sonra 5-ə baxaq. Bizə rahat sual olsa da işləyək. Deməli, 5. Bizə deyir ki, səthə təsirdən 100 Newton təzyiq qüvvəsi 400 Pascal təzyiq yaradırsa, səthin sahəsini hesablayın. Yenə P bərabərdir F bölünsün S ifadəsini yazırıq. Bizə səthin sahəsini istədiyi üçün S-i tapırıq. F bölünsün P ifadəsini aldıq və bizə F-imiz nə qədər? 100 Newton. Təzyiq qüvvəmiz də 400 Pascala bərabərdir. O da 1 bölünsün 4, 0,25 ifadəsini verir. O da C variantını. Daha sonra 6-ya baxaq. Verilmişdir, səthə perpendikulyar təsirdən qüvvə 3 dəfə azalanda təzyiq necə dəyişir? Yenə ifadəmiz P bərabər F bölünsün S-dir. Verilmişdir, səthə perpendikulyar təsir və qüvvəni deyir 3 dəfə azaltdıqda təzyiq necə dəyişir? Çünki biz baxırıq ki, qüvvə ilə təzyiq qüvvəsi necə düz mütənasib, daha doğrusu təzyiqlə təzyiq qüvvəsi, bu təzyiq qüvvəsi də düz mütənasib olduğu üçün onda bizim təzyiqimiz də 3 dəfə azalacaq. Yəni, B variantı olacaq. B variantı. 7-yə baxaq. 7-də bizdən nə istəyir? Sahəsi verilib, təzyiq qüvvəsi verilib, səthə düşən təzyiq istəyir. İfadəmiz P bərabərdir, F bölünsün S şəklindədir və təzyiq istədiyi üçün 0,4 sahəmiz 0,4-dür. Daha sonra qüvvə verilib 20 Newton və buradan 0 atarıq, bura bir 0 atarıq, 50 Pascal'ı almış olarıq. Yəni B variantı. Daha sonra 8-ə keçək. Bunları təmizləyək. Deməli, 8-də bizə nə istəyir? Deyir, səthin sahəsinin sabit qiyməti, yəni S-in sabit qiymətində, yəni S bərabərdir konstant. Sabit qiymətində bizə P-nin F-dən asılması, yəni biz də bilirik ki, P bərabərdir təzyiqin düsturu. F bölünsün S deyilmi? Sahə sabitdirsə, P-nin F göründüyü kimi düz mütənasibdir. Daha sonra 9-a baxaq. 9-da bizdən nə istəyir? 9-da oturacağın sahəsinin sahəsi verilib, sonra təzyiq verilib və bizə qüvvəni istəyir. P bərabərdir F bölünsün P bərabərdir F bölünsün S düsturundan yenə istifadə edəcəyik. Burada da təzyiq qüvvəsini istədiyi üçün təzyiq qüvvəsini tapsaq nə olacaq? F təzyiq bərabərdir PS ifadəsini alırıq. F təzyiq də bərabərdir. Təzyiqimiz nə qədər? 800 vurulsun. Sahədə 0,2
Bu da eləyəcək 160 Newton. Açıq sualdır. Daha sonra keçək ona. Sonuncu sualımız bizə açar sözlərdən müəyyən ardıcıqlar istifadə etməyimizi istəyir. Baxaq. Bir yer kürəsini əhatə edən hava nə adlanır? Bilirik ki, atmosfer adlanır da 5. Daha sonra havanın yaratdığı təzyiq isə atmosfer təzyiqi adlanır. Bu neçədir? 2. Yəni bura 2 olacaq. Sonra deyir, təsir altında atmosferin yuxarı qatları, alt qatları sıxır. Bu nə olar? Hava idi ki, yəni hara getdi? Havanın yaratdığı deyir təzyiq isə, havanın yaratdığı təzyiq isə dedik nə idi? Atmosfer təzyiqi idi. Bunu dedik, bura qalıb. Bura baxaq nə olacaq? Deyir, təsir altında deyir atmosferin yuxarı qatları, alt qatları sıxır. Bu da ağırlıq qüvvəsi idi ki, 1 idi. Təsir altında, yəni atmosferin yuxarı qatları, alt qatları sıxır idi. Sonra deyir, bu sıxılma nəticəsində yaranan təzyiq əsasən bütün istiqamətlərdə bərabər ötürülür. Bu harada olacaq? Pascal qanunu idi da. Pascal qanunu tərifində də verilmişdi ki, yəni bu sıxılma nəticəsində yaranan təzyiq Pascal qanununa əsasən bütün istiqamətlərə bərabər ötürülürdü. Nəticədə yerdəki deyir bütün cisimlərə, o cümlədən bizə də böyük qüvvə təzyiq edir. Bu nə idi? Hava idi ki, yəni 3 hava idi ki, yəni nəticədə deyir hava yerdəki bütün cisimlərə, o cümlədən bizə də böyük qüvvə ilə təzyiq edirdi. Daha sonra 0 dərəcə Selsi temperaturda 760 mm civə sütunun yaratdığı təzyiqə bərabər idi. Bu da normal atmosfer təzyiqi idi ki, 0 dərəcə Selsi temperaturda 760 mm civə sütunu təzyiq yaradırdı. Bugünlük bu qədər. Əgər sizə faydalı bilirsə, abunə olmağı unutmayın. Motivasiya üçün bu bizim üçün vacibdir. Təşəkkür edirəm. Sonraki videolarda görüşərik.